Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyun 30-da Şəkidə 6 saylı uşaq evi sosial xidmət müəssisəsində olub. Leyla Əliyeva müəssisədəki uşaqların iştirakı ilə nümayiş etdirilən bədii proqramı izləyib. Həmçinin uşaqlara hədiyyələr təqdim edilib, onlarla şəkillər çəkdirilib. Qeyd edək ki, 1936-cı ildən 2 nömrəli uşaq evi kimi fəaliyyətə başlayan müəssisə 1998-ci ildən Şəki Qarışıq tipli uşaq evi adı ilə fəaliyyətini davam etdirib. 2018-ci ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə müəssisənin yeni inşa olunan binası istifadəyə verilib. Müəssisədə valideyn himayəsindən məhrum olmuş uşaqlar yaşayırlar. Burada uşaqlara sosial uyğunlaşmanın təmin olunması üçün sosial reabilitasiya tədbirləri həyata keçirilir. Asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müxtəlif xidmətlər göstərilir. Müəssisədəki uşaqlar sosial məişət, sosial psixoloji, tibbi sosial, sosial pedaqoji və sosial hüquqi xidmətlərlə təmin olunurlar.